yaşlılarda vəziyyət dəyişir. Yəni yaşlı dediyim artıq aybaşı görməyən, klimaksda olan bir qadında kista varsa, bu artıq fərqli yanaşmalıdır. Diyelim klimaksda olan bir pasientdə daha öncə kista olmayıb, daha öncə heç bir kista yoxmuş. Klimaksa girdikdən sonra yumurtalığında bir kista yaranır, ölçü 4 santimin üstündə. Burada artıq diqqətli olmaq lazımdır. Çünki bu yeni yaranmış kista fərqli bir dönüşüm edə bilər. Yəni kanserogen bir dönüşüm edə bilər və pasiyentin həyatını riskə ata bilər. Ona görə gənc, özəlliklə yaşlı xanımlarda kista varsa və daha öncədən o kista yoxmuş, yeni yaranıbsa, mütləq diqqətli olmaq lazımdır. Lazımdırsa kontrastlı MRT və tomoqrafiya çəkilməlidir. Lazımdırsa belə əməliyyat icra edilməlidir. Bəs bu kista, özəlliklə qadın nəyəsə dönüşə bilərmi? Məsələn, deyiləm şokolad kistası ya da sulu kista xərçəngə çevrilə bilərmi? Özəlliklə bəzən pasiyentlər bundan da qorxur. Qeyd edim ki, gənc pasiyentlərdə bayaq dediyim kistlər, hemorajik, folikulyar kista, endometrioz şokolad kistası, hansı ki bunlar, seroz kistalar, yəni xərçəngə dönüşmə ehtimalı demək olar ki, yoxdur. Sadəcə bayaq dediyim kimi dermoidlərdə çox nadir hallarda immatur yetişməmiş hücrələr olar, diş qalıntısı, çənə sümüyü, hansısa bir sümük qalıntısı ola bilər. Bu da iləriyən zamanlarda bəlkə dönüşə bilər ehtimalına görə, ona görə dermoid kistlər əməliyyat olsa yaxşı olar.